Ana bir inanca sahibdir. Qızının evlənməsi üçün də yəqin ki, ona görə tez evlənməlidir qız. Ona görə elə eləyir. Qızın da ayrı bir şuuraltı inancı var. Əgər qız anaya qarşı gəlirsə, ana özünə tez sual, bir problem oldu, özünə sual ver. Mən burada nə hiss eləyirəm? Sayılmamaq. Qızım saymır da məni, evlənmir. Bu sayğısızlığı, sayılmama hissini ilk harda yaşamışdım? Gedir uşaqlığa, baxır ki, misal orada özündən balaca olan bacısı bunu saymırdı. Qardaşı saymırdı. Nə deyirlər, ciddiyə almırdı. Döncə oradan başlayır. Sayılmamağı ləğv etməlidir. Onun yerinə sayğı görmək, dəyər görmək və o xəyal eləməlidir ki, oradakı o oğlan, qız, qardaşı, bacısı ona sayğı duyur. Sonra indiki anda düzələcək o. Orada düzəlməsə, burada düzəlmir. Mütləq o uşaqlar qayıdıb düzəlib, bir də bura qayıtmalıyıq. Yəni onda ana özü var. Amma ana bu təzyiqlə qızın həyatına başqa necəsə təsir eləyir, yoxsa? Ana başa düşmür ki, özü ilə müharibə aparır. Ana özünü düzəltdiyin qız özü razılaşacaq.